Allah'ın İslam nimetine hamd olsun. Allah'ın tevhid nimetine hamd olsun. Tevhidin insana təsirinə və onun ağlı necə möhkəmləndirilməsinə baxmaq istəyən və onda bidət əhlinin etdiyi hərəkətlərə baxsın. Sufilər, rafizlər kimi, bu müşahidə etdiyimiz videodakı kimi, hansı ki bu mərufdur, məşhur bir şeydir. Tevhid ən mühüm əsərlərindən biri ağlı möhkəmləndirməsi, sabit etməsidir və insanın təsərrüfatını möhkəmləndirilməsi, düzgün etməsidir. Alim deyir ki, bu məşhəd, yəni bu video ona İbn Teymiyyə rahimehullahın bir sözünü xatırlatdı. Belə ki, İslamı qəbul etmiş bəzi fars əmirlərindən biri bu cür rəqs, qinə, alətlərə döymə kimi hərəkətləri görükdə, hansı ki onlar bunu Allaha yaxınlaşmaq və zikr niyyətini edirlər və bu kişi çox hikmətli, ağıllı bir söz dedi və belə bir sual verdi. Və bu hərəkətləri, məsələn bu videodakı hərəkətləri görərkən deyərək belə bir şey dedi. Bu əgər cənnətə aparan yoldursa, onda cəhənnəmə aparan yol hansıdır? Hansıdır? Yəni bu rəqs, bu alətləri döymək, alətlərlə işləmək. Əgər bu cənnətə aparan yoldursa, bəs onda cəhənnəmə aparan yol hardadır? Deyir, Allahdan salamatçılıq və afiyyət istəyirik. Allaha İslam nimətinə, tevhid nimətinə görə şükür edirik. Aql nimətinə görə şükür edirik. Çox yerlərdə, zamanlarda, hətta çox dinlərdə görərsən ki, yəni bidəti demirik, yəni qoyaq qırağa, görürsən ki, onlar ağıllarını inkar edirlər, ağıl yoxdur artıq, ağıl atırlar. Görərsən ki, böyük bir müfəkkirdir, alimdir, ya da nəsə kəşf edən bir alimdir və ya başqa şeylərdən kəşf edib və ona barmaqla işarə edirlər. Lakin ruhaniyyət məsələlərində, din məsələlərində görürsən ki, ağlı yoxdur, ağlı tərk edib, inəyə ibadət edir, sıçana ibadət edir, bütə ibadət edir, ağaca, daşa ibadət edir, meyidi çağırır. Bunlar hamısı ağlı aparır. Lakin tövhidə gəlincə tövhid ağlı tələb edir. Allah'tan sabitlik istəyirik.